Bugün ailəmizlə birlikdə Qubaya səyahət etdik. Quba şəhərə yaxın olduğuna görə istirahət deyəndə elə ağlımıza ilk olaraq Quba gəlir. Yol üstü oturduq, yedik, içdik və Quba şəhərini biraz gəzdik. Şəhərə gəlmişkən də bazarlığımızı elədik. Uşaqlar son dönəmlərdə labubunu çox sevirlər. Heç almaq istəmirdim, ancaq ki məcbur alası oldu. Mən ümumiyyətlə uşaqların hər istədiyini almağın tərəfdarı deyiləm. Ancaq ki bir şeyi çox istəyirlərsə, o şey onların yadından çıxmırsa, əgər mənim də imkanım çatırsa, onu məcbur maksimum dərəcədə eləməyə çalışıram. Evimizə çatdıq, dincəldik, yerləşdik və biraz da atışdırdıq. Əslində gəzəcəkdik, sonra qərar verdik ki, elə bu günümüzü evdə keçirdək birlikdə. Storylərimi izləyən qızlar bilirlər ki, yay girməmiş bizim samavarımızı oğurladılar. Ona görə də harda samavar görürüksə çalışırıq ki, oradan ayrılmayaq. Elə gəzmək fikrindən də samavar bizi yayındırdı. Yoldaşım qəşəng samavarı qaynatdı, dəmlədi. Mən də çay süfrəsi üçün hazırlıqlar gördüm. Qızlar, bir də bilmək istəyirəm ki, kim necə istirahəti xoşlayır. Çoxu deyir ki, ev tutub gedəndə o istirahət olmur, yorulursa. Ancaq biz ailəvi otelə gedəndə, dincələndə, yenə də duranda öz yerimi özüm yığıram və öz təmizliyimizi özüm edirəm. Yəni məndən fərqi yoxdur. Əsl odur ki, havam dəyişir, mühitim dəyişir və zaryatka yığıram, belə deyək. Elə uşaqlarımız da özümüzə oxşayıblar, hər mühitə tez adaptasiya olurlar, mənə narahatçılıq yaratmırlar, belə deyək və mən dincələ bilirəm, harda olursa olsun, əgər başım sakitdirsə, uşaqlar sakitdirsə, mən dincələ bilirəm. Və mənə mütləq yazın, kim necə istirahət edir, istirahət deyəndə nəyi nəzərdə tutursunuz və haralara gedirsiniz, yazın, biz də bilək, bizə də bir fikir olsun, növbəti səyahətimizdə biz də dəyərləndirək və bir-birimizə kömək etmiş olarıq. Bu dəfə qaldığımız evin qab-qacağı çox az idi və bıçaqları da çox küt idi. Növbəti dəfə ev tutanda belə şeylərdən nəzərə alacağım. Limonlarımızı da çox çətinliklə doğradım, çay süfrəmizi hazırladım. Bizdə uşaqlar da çay süfrələrini çox sevirlər. Ümumiyyətlə, uşaq evin güzgüsüdür. Özümüzün müəyyən rutinlərimiz var ki, uşaqlar da sevə-sevə bu rutinlərdə bizə yoldaşlıq eləyirlər. Onlara da maraqlı olur. Bu da məni sevindirir, düzü, bir yerdə dincəlmiş oluruq. Çayımızı içdik və belə qərara gəldik ki, kabablarımızı bişirək. Biz özümüz toyuq kababını daha çox xoşlayırıq və ona görə ancaq toyuq elədik. Yoldaşım birinci dəfə idi ki, kabab bişirəcəkdi və mən də hər ehtimala qarşı sasikada aldım ki, birdən ac qalsaq, heç olmasa yeməyimiz olsun. Amma sağ olsun, çox gözəl, ləzzətli kababları alınmışdı. Ləzzətlə yedik. Gecə də həyətimizdə balaca bir qonağımız var idi. Bir günlük vloqumuz bu qədər. İnşallah ki, sizin üçün də maraqlı oldu. Durduq, səhər süfrəmizi hazırladıq, yedik, içdik və yola çıxdıq. Qızlar, bilmək istəyirəm ki, siz qalan yeməkləri necə dəyərləndirirsiniz, atırsınızmı? Mənim atmağa heç əlim gəlmir, ona görə də elə kabablarımızı dəyərləndirdim. Kababın pomidorundan pomidor yumurta hazırladım. Onu da deyim ki, əgər dənəməmişsinizsə, mütləq imkan düşən kimi deneyin. Pomidor kababından pomidor yumurta çox ləzzətli alınır, dadlı alınır. Bugünkü planımız təbiətdə bol-bol vaxt keçirtmək və görmədiyimiz, gəzmədiyimiz yerləri uşaqlarla birlikdə kəşf eləmək idi. Qızlar, sizə bir məsləhətim var ki, əgər uşaqla səyahətə çıxmısınızsa, çalışın ki, maksimum dərəcədə uşağın suyunu dəyişməyəsiniz. Yəni, quyu suyudur, qoy uşaq dadına baxsın, bulaq suyudur, qoy içsin, çay suyudur, qoy datsın. Elə bir şey qəti eləməyin. Zəmanə o zəmanə deyil, artıq çayların, bulaqların suları əvvəlki qədər təmiz deyil. Uşaqlar arasında yaranan bağırsaq xəstəlikləridir, bağırsaq infeksiyalarıdır. Hamısı birinci növbədə elə sudan keçir. Bir də sterilizə olunmamış süddən. Çalışın belə şeylərə diqqət yetirəsiniz ki, istirahətiniz, belə deyək ki, burnunuzdan gəlməsin. Getdiyimiz yer isə Şahdağ Milli Parkı idi. Təbiəti, havası çox gözəl idi. Böyüklərə giriş haqqı 2 manat idi, uşaqlara isə ödənişsiz idi. Burada da maraqlı vaxt keçirdik. Uşaqlar yeni təcrübələr yaşadılar və təbiəti kəşf elədilər. Onu deyim ki, qızlar, buraya həm də piknik üçün nəzərdə tutulub. İçəridə piknik üçün stollar da var. Girişdə bu stollara görə bizdən ödəniş aldılar 10 manat. Amma elə hiss elədim ki, kim harda istəyirdisə otururdu. Bilənlər xahiş edirəm yazsınlar ki, doğrudan da o stollar ödənişlidir, yoxsa ödənişsizdir. Amma ümumilikdə park çox gözəl idi, şəlaləsi, çayı bol idi.
Uşaqların istəyi ilə yollandıq Təngəaltı deyilən əraziyə və kvadrosikl sürməyə. Burada da çox əyləndik, vaxt çox gözəl keçirdik və burada bir restoran gördük ki, çox sevə-sevə girdik, amma sonu hüsranla bitdi. Ümumiyyətlə, məkan çox göz oxşayan idi. Uşaqlar üçün nəzərdə tutulan hissə də çox geniş idi və uşaqlar üçün çox maraqlı idi. Hətta canlı ifa belə var idi. Çox bəyənmişdim buranı, ta ki çay içənə qədər. Və budur bizim oradan qaçış səbəbimiz. Mən birinci dəfə idi ki, bir yerdə bu qədər arı görürdüm. Əslində arılar çox təmiz heyvanlardır. Açıq havada da normaldır arı olması. Ancaq ki, uşaqlar üçün də bizim üçün də təhlükədir. Ona görə də qalmadıq, durduq. Videom sizə maraqlı gəldisə, like edin və yorum yazın. Əgər səhifəmi takip eləmirsinizsə də mütləq takibə alın ki, yeni vloqlarımdan xəbərdar olasınız və bizim günümüzün sonu. İzləyicilərimin sayəsində Quba gəzintimizin 3-cü gününü Qusarda çox əyləncəli bir şəkildə bitirdik. Storydə sorğu keçirtmişdim ki, Qubanın görməli, gəzməli yerləri haralardır, deyin biz də gəzək. Sağ olsun səhifəmin kreativ qızları öz təcrübələrini bölüşdülər. Biz də onlara baxıb yararlandıq. İlk gedəcəyimiz yer Laza şəlaləsi oldu ki, özümü qarlı dağlar aşmış, çox illər dolaşmış biri kimi hiss elədim. Düzü, mən birinci dəfə idi Qusarda olurdum. Təbiətinə, havasına və ən əsas da insanlarına söz ola bilməz. Biz yağışa düşdük, dedik ki, şəlaləni yaxından görə bilməyəcəyik. Boşuna gəlmiş olduq bu qədər yolu. Amma ki, yağış tez kəsdi. O müddətdə də can boğazdan gəlir deyib, yedik, içdik, dincəldik və gücümüzü toparladıq. Onu da deyim ki, yeməkləri, kebabları çox dadlı idi, ləzzətli idi və çox da münasib idi. İşçilər də canla, başla, hətta deyərdim ki, işıq sürəti ilə, üzlərində təbəssümlə xidmət edirdilər. Yağış kəsən kimi də üz tutduq şəlaləyə. Uşaqlarla çətin olacağını düşünürdük, ancaq uşaqlar bizdən cəsarətli çıxdılar. Palçıqlı, sürüşkən və təhlükəli yolları keçib, nəhayət məşhur olan o Laza şəlaləsinə gəlib çatdıq, gözlərimizlə gördük. Bir də yolum düşsə şəlaləsinə görə yox, əsasən insanlarına görə gedərəm. Burada da şəlalənin gəldiyi təpə nöqtəsini tapmışıq. Tapmışkən də dedim sizinlə də paylaşım. Laza şəlaləsi ilə sağollaşıb Şahdağa açıq kanata minməyə getdik. Avtodayanacağın ilk 10 dəqiqəsi ödənişsiz idi. 1 saat isə 1 manatdan səhv eləmirəmsə hesablanırdı. Biz sonda 3 manat ödədik. Onu deyim ki, burada mən özümü turist kimi hesab elədim. Məkanda bizdən və işçilərdən başqa Azərbaycanlı yox idi. Ən azı mən görmədim və sağ olsun işçilər də bizim dincəlməyimiz üçün nə lazım idisə elədilər, əllərindən gələni əsirgəmədilər. Düzü, mən uşaqlarla açıq kanata minməyə qorxurdum, amma görəndə ki, bu kanatlar çox da açıq deyil və mindik. Uşaqlar üçün yeni təcrübə oldu. Qiymətlərə gəldikdə isə açıq kanatlar bir nəfərə 18 manatdan, böyüklər üçün, kiçiklər üçün isə 5 yaşa qədər pulsuz, 5 yaşdan yuxarı isə 12 manatdan hesablanır. Bağlı kanatlar isə bir nəfər 20 manatdan, 5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan yuxarı isə uşaqlar ödənişli hesablanır. Əslində mən zipline-a da minmək istəyirdim, ancaq ki, həm soyuq idi hava, həm də nəsə bilmirəm nədən, qorxdum, həyəcan keçirtdim, ona görə də minmədim, saxlatdım gələn səfərə. Haçan ki, özümü hazır hiss eləsəm, onda mütləq və mütləq minəcəm. Şahdağla da sağollaşdıq, gəzintimizi tamamladıq, yollandıq Bakıya. Yolun çoxunu uşaqlar yolda yatmış oldular və biz də rahat gəldik. Səhər çıxdığımız yolu axşam Bakıda tamamladıq. Əgər video maraqlı oldusa bəyənin, yorum yazın və səhifəmi takip eləməyi də unutmayın. Hələlik.